Quran muizə və nəsihətlərlə doludur. Muizə ağalarımız dediyi kimi, məsumların dediyi kimi müminin itkisidir. İtki elə bir şeydir ki, həyatda bir adam bir şey itirsə, hey gözü həmişə onun ardınca olar, axtarmaqda olar. Muizə də belə bir şeydir. Muizə fərz eləyək ki, su kimin bir şeydir. Biz də göyərəntiyik. Göyərənti, yəni meyvə, ağac, ondan sonra bitki. Həyatda bunların hamısının lazım məlzumu budur ki, bitkinin ehtiyacı var suya. Muizə insanlar üçün istiqamətdir. Muizə insanlar üçün həyatdır. Muizə insanlar üçün hikmətdir. Muizə vəz deməkdir, qoymaqdır. Bir şeyi bir yerdən bir yerə qoymağa nə deyərlər? Muizə deyərlər. Yəni, bizim hamımızın ehtiyacı var muizəyə. Peyğəmbər, peyğəmbərlik ərəfəsində susmadı ki, gecə-gündüz danışdı. Burada danışdı, başqa yerdə danışdı. Məkkənin mühiti elə bir hal yarandı ki, bunu dəfələrlə danışmışam. Elə bir hal yarandı ki, Məkkədə heç kəsə təbliğat eləyə bilmirdi müşriklərin, dinsizlərin əlindən. Məcbur oldu, yesin Taifdə danışsın. Taifdə danışanda müşriklər hiylə gəldilər, uşaqları toğladılar, Həzrəti basdılar daşa, əzdilər, vurdular, yaraladılar. Xülasə budur ki, orada bir nəfər iman əhli oldu. Həzrət xülasə ərz eləyirəm. Orada bir nəfər İraqlı vardı, bir bağın bağbanı idi. Orada məcbur oldu Peyğəmbər yaralarını yumaq üçün bir bulağın başında. O bağda müşriklərin, Məkkəlilərin bağı idi. Dedi, hər nədən sonra bu bizim yerimizdir də. O yerpərəstlik, təəssüb ərəbdə çox olar. O xidmətçiyə dedilər ki, Süleym deyə adı nə idi, bir yaxşı adı vardı. Bu xurmanı apar ginən, o bizim yerimizdir. Onu uşaqlar vurublar və halın ki, özlərinin fitvası idi. O biraz xurma gətirdi Peyğəmbər üçün. Peyğəmbər əleyhissalama təqdim eləyəndə bulağın başında Həzrət yaraların yuyurdu. Dedi ki, bu sədəqədir, ya hədiyyədir. Dedi ki, hədiyyədir, sədəqə deyil. O da alim adamdır. Baxmayaraq ki, burada qul olmuşdu, bağda həmballıq edirdi, dinsizlərin istismarına görə. Tez bu barədə düşündü, fikirləşdi, dedi ki, nədən sən sədəqə olduğun, hədiyyə olduğun sorğu elədin? Dedi, mən Peyğəmbərəm, Peyğəmbərlərə sədəqə haramdır, Peyğəmbərzadələrə sədəqə haramdır. Həmçinin seyidlər indi bəzən görürsən ki, dilənir, orada, burada ya, misal üçün, yardım istəyir, filan edir. Ya desin ki, mən seyid döyürəm, almağa əli açıq olsun, ya da seyidə haramdır, sədəqə haramdır. Əgər sədəqə adı ilə seyid kimdənsə iyanə gözləyirsə, haram iş görür. Ya seyidliğindən imtina eləsin, ya da ki, diqqət eləsin ki, mən nə iş görürəm, cəddimin şəriətinə zidd iş görürəm. Bəli, Həzrət buyurdu ki, mənə sədəqə olmaz, mən Peyğəmbərəm. O surətdə dediyi hədiyyədir. Həzrət o xurmadan, gətirdiyi xurmadan bir dənə götürdü, ağzına qoydu, dedi, Bismillahirrahmanirrahim. O ayıq adamdır. Dedi ki, adın nə? Dedi, Muhammed. Allahümme sallallahu aleyhi ve sellem. Dedi, sən bu ərəblərdən döysən? Dedi, niyə bunlardanam? Dedi, axı, bunlar bir şey yiyəndə sizin kimin demir, başqa cürə deyir. Dedi, bunlar deyir ki, Bismikallahu ər-Rəhmanu ər-Rəhim.
Mənim özümün ayinim var, mən peyğəmbərəm, mən Allahdan nə əmr almışam, onu icra eləyirəm. Həzrət ondan soruşur ki, sən haralısan? Dedi, Əraqlıyam, yəni İraqlıyım. Dedi, hə, qardaşım Salih, Lut, Hudun yerlisisən. Çünki Hud peyğəmbər, Lut peyğəmbər, Salih peyğəmbər haralı idi? İraqlıydılar. Onun yerlisisən. Bəs, dedi, onlar peyğəmbərdir ki, bəli, yer kürrəsinə 4 dənə ərəbdən peyğəmbər gələr, 4-cü mənəm. Hud, Lut, Salih, üçü də ərəb olubdur, mən də ərəbəm. Biraz peyğəmbər buna söhbət elədi, bu adam anladı, oturdu, düşündü. Dedi, mən səni illərdə axtarıram. Sənə nail olam, sənin din və ayinüvə gələm. Allaha həmd olsun ki, bugün müşərrəf oldum. Mən oxumuşam tarixdə ki, bir belə peyğəmbər olacaq. Uşaqlıq aləmi onun Taifdə keçəcək və bir təkrar Taifə gələcək və mən burada məskunam. Nə deyim İslam olum? Dedi, deyinən əşhədu ən la ilahə illallah, əşhədu ənə Muhammeden Rasulullah. Əzizlər, o ki, İslam'a müşərrəf oldu, onların ağaları ki, müşriklər, dinsizlərdir, bunun əlindən cana gəlirlər, bunun burada yubanmağına. Və ona bəlkə də qeydəndən sonra təhzir elədilər, döydülər onu ki, sənə deməmişdim, əgər ona qulaq asmayasan. Dedi, mən tapdım axtardığımı. Amma Peyğəmbər neylədi? Bu ki, İslam'a müşərrəf oldu, Həzrət getdi səcdəyə, səcdə-i şükr elədi. Dedi ki, Taifə gəlib döyülməyimə dəyər bir nəfər İslamı qəbul etdi. Vay dadı bidat. Taifə gəlib döyülməyimə dəyər, Taifə gəlib döyülməyimə dəyər bir nəfər İslam'a müşərrəf oldu. Əzizlər, səbr elə. Əzizlər, Peyğəmbər səni, məni, ulularımızı, keçmişləri dinə dəvət etməkdə döyülüb, dişlərin sındırıblar. Getdiyi yola tikan töküblər. Namaz qılarkən Kəbə həyətində Çiyin nahiyəsinə dəvənin qanını qoxulu bağırsağın töküblər. Bu işləri görüblər. Niyə görüblər? Çünki Peyğəmbərin ədalətini, Peyğəmbərin düşüncəsini, Peyğəmbərin əqlini, kəmalini, əxlaqını həzm eləyə bilməyiblər. Peyğəmbər yəni əxlaq, Peyğəmbər yəni tərəhhüm, Peyğəmbər yəni kərəm, Peyğəmbər yəni səbr, Peyğəmbər yəni səxavət, Peyğəmbər yəni ədalət, Peyğəmbər yəni mürüvvət. 90 dana saymaq olar Peyğəmbərimizin haqqında. Şərəf və izzətindən, sayıyla məftun olguyla, sayıyla qeyrətin simvoludur Peyğəmbər. Allah qəyurdur, Peyğəmbər də qeyrət əhlidir. Səxavətə qalanda Peyğəmbər kimin səxavət, səxi kimi tapa bilərsən? Peyğəmbər kimin şəxsiyyət qoxmaz kimi taparsan? Əbu Talib gəldi, dedi ki, qardaşımın balası, müşriklər mənə bir para təkliflər eləyir ki, ağla sığmaz, düşüncədən kənardır o təkliflər. Deyirlər ki, biz sənə neçə dənə oğlan uşağı istəyirsən Məkkədən verək, səni qəni eləyək. Mənə deyirlər, Əbu Talibə deyirlər müşriklər, qardaşın oğlu Əbdullah ver öldürək. Belə iş olar, belə düşüncə olar, belə təfəkkür olar. Peyğəmbəri həzm eləyə bilmirdilər, Peyğəmbərə əl tapa bilmirdilər cəsarətinə. Gördü, əmisi xoflanıbdır bu müşriklərin bu sözlərindən. Əmisi narahatdır. Dedi ki, hətta demişlər ki, 7 dənə qız verək ona Bakirə, Məkkənin ağalığını verək ona. Amma deməsin ki, bütlər Kəbədən silinsin, təmizlənsin. Həzrət gördü ki, əmisi həyəcanlanıb. Dedi, əmum, 2 dənə olmayan şey sənə deyim. Dedi, deyə qardaşım balası. Ey Haşimilərin günü ayı. Dedi, hər fərz bir oğcuma günəşi qoysalar, bir oğcuma ayı qoysalar, mümkün deyil Kəbədən bütlər təmizlənməlidir.
Allahın beyti o büt və bütgədədən pak olmalıdır. Bu Peyğəmbərin əmsinə verdiyi cavab və müşriklərə yolladığı mesaj. Gör tək, indi insanlar silaha güvənir. İndi insanlar orduya güvənir. İndi insanlar xəzinəyə, pula güvənir. İndi insanların, millətin etibarına güvənir. Peyğəmbərin o zaman etibarlı kimi vardı əmsindən başqa? Ordusu yox, pulu yox, silahı yox. Tək bir dənə canı idi. Dedi, mümkün olmayan aydı, günəşdi. Sağ, sol ocuma qoyulsa, mümkün deyil. Kəbə bunlardan pak olmadı. Oldu, olmadı? Oldu. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.